Wall Street jurnalının son məqaləsinə əsasən ABŞ əmlak bazarı 2025-ci ildə böyük bir fırtına ilə üzləşə bilər. Bunun səbəbi 10 illərdir davam edən və dövlət tərəfindən idarə olunan FHA proqramı ola bilər. Bu proqram başqa halda ev ala bilməyəcək insanlara dövlətin dəstəyi ilə mənzil sahibi olmağa imkan yaradır. Lakin bu evləri alanların çoxu ödənişlərini etməkdə çətinlik çəkir və nəticədə bütün əmlak bazarının çöküşü riski yaranıb. 2024-cü ildə FHA ilə alınmış 52.531 evin birinci ilində ipoteka ödənişlərində ciddi gecikmələr baş verib. Bunun qarşısını almaq üçün FHA banklara 556.841 dəfə ödəniş edərək evlərin müsadirə olunmasının qarşısını alıb. Bu olduqca ciddi bir vəziyyətdir və bunun nəticələri necə ola bilər? 91 yaşında olan bu FHA proqramı növbəti iqtisadi böhrana səbəb ola bilərmi? Ümumiyyətlə, FHA ilə ev almaq məsləhətlidirmi? Bu sualların cavabını bu videoda tapmağa çalışacağıq. Amerika tarixində böyük depressiya olaraq tanınan 1929-30-cu illərdəki iqtisadi böhran ölkənin ümumi daxili məhsulunun 45% azalmasına, işsizlik səviyyəsinin 25%-ə çatmasına və maaşların 42% azalmasına səbəb olmuşdu. Bunun əmlak bazarına təsiri ipoteka ilə alınan evlərin 50%-nin müsadirə olunması, ev qiymətlərinin isə 30-50% arasında enməsi ilə nəticələnmişdir. Bu böhranın nəticələrini aradan qaldırmaq üçün federal hökumət 1934-cü ildə Federal Housing Administration yaradaraq insanların daha asan şəkildə ev sahibi olmasına şərait yaratmışdı. Bu proqram sayəsində insanlar 20%lik ilkin ödəniş yerinə yalnız 3,5%lik ilkin ödəniş və minimum 580 kredit balla ev sahibi ola bilirdilər. FHA-nin yaradıldığı gündən bəri 91 milyondan çox aşağı və orta gəlirli, eləcə də ilk dəfə ev alan şəxs bu proqramdan istifadə edib. 2024-cü ildə FHA 766.942 ipoteka xidməti göstərib ki, bunun 603.000-i ev alışı üçün verilmiş ipotekadır. Onların 82%-dən çoxu isə ilk dəfə ev alan şəxslərə verilib. FHA-nin balansında toplam 7,81 milyon fərdi ipoteka mövcuddur. FHA proqramı ənənəvi ipoteka şərtlərindən bir çox cəhətdən fərqlənir, lakin ümumi prinsip baxımından demək olar ki, eyni şəkildə işləyir. Ən böyük fərq isə odur ki, banklar tərəfindən tələb olunan 20%lik ilkin ödənişi dövlət öz üzərinə götürür və bu tələbi 3,5%-ə endirir. Bəs geri qalan 16,5%-i kim ödəyir? Dövlət bunu banklara ödətdirir və bu balansı FHA sığortası vasitəsilə sığortalayır. Bunun üçün ev sahibləri məcburi aylıq ipoteka sığorta haqqı ödəyir. Əgər ev sahibləri hər hansı səbəbdən bu ödəməni gecikdirsə, sığorta bankın investisiyasını qoruyur və gecikmiş aylıq ödənişləri sığorta fondundan ödəyir. Ancaq Wall Street jurnalına istinadən son illərdəki ev qiymətlərinin kəskin artması, inflyasiya və digər səbəblərdən 91 yaşlı bu proqramın əlindən güc qaçmağa başlayıb. Belə ki, bu proqram vasitəsilə ev alan insanların böyük əksəriyyətinin aylıq ödənişlərində ciddi gecikmələr var. Gecikmələr təbii haldır. Amma bu gecikmələr süni şəkildə gizlədilərsə, daha böyük problemlərin yaranmasına səbəb olar. Wall Street jurnalının yayımladığı məqaləyə əsasən 2024-cü ildə FHA ilə alınan 52.531 evin ipoteka ödənişlərində 90 gündən çox ciddi gecikmələr baş verib. Bu rəqəm 2024-cü ildə FHA ilə alınan evlərin 7%-ni təşkil edir. Bəzi hallarda bu ev sahibləri evlərini aldıqdan sonra 3 ilə yaxın bir müddətdə bir dəfə belə ödəniş etmirlər. Ənənəvi ipoteka ilə alınan evlərdə belə vəziyyət olduqda ev 2 il ərzində müsadirə olunmalı və ev sahibi evdən çıxarılmalı idi. Lakin FHA ilə alınan evlərdə tamamilə fərqli bir mənzərə müşahidə olunur. Bəs buna səbəb nədir? Wall Street jurnalı nə dərəcədə doğru məlumat verir? Yoxsa federal dövlət nələrisə gizlədir? 2024-cü ildə 332.000 FHA borc sahibi ilk dəfə güzəşt tələb etmiş və bu güzəşt təsdiqlənmişdir. Bundan əlavə 2020-24-cü illər arasında 2,7 milyon güzəşt tələbi təsdiqlənmişdir.
Foreclosure prosesinin qarşısını almaq üçün FHA sığorta fondu 2024-cü ildə 556.841 dəfə banklara ödəniş edib. Bu proses isə belə işləyir. Məsələn, ev sahibi 5-4 min dollarlıq ödənişi qaçırsa, xidmət göstərən bank 20 min dolları ipotekaya əlavə edir və 3 il müddətində aylıq ödənişi 1000 dollar azaldır. Beləliklə, ev sahibinin ümumi borcu 56 min dollar artır. Lakin bu məbləğə əlavə faiz tətbiq olunmur. Əgər ev sahibi yenidən ödənişləri gecikdirsə, bu proses bir daha təkrarlanır. Əlavə olaraq ev sahibləri hüquqi xərcləri də ödəməli olurlar ki, bu məbləğlər də onların ipotekasına əlavə edilir. Bu sistemin yaxşı tərəfi odur ki, hər hansı səbəbdən aylıq ödənişlərini edə bilməyən ev sahibləri növbəti 3 ildə problemlərini həll edib, yenidən ayaq üstündə dayana bilirlər. Ancaq pis tərəfi odur ki, ödənilməyən pullar evin ümumi borcunun üzərinə əlavə edilir. Bu isə evin real qiyməti ilə banka olan borcu arasında böyük bir uyğunsuzluq yaradır. Nəticədə insanlar istəsələr də evlərini çatıb çıxa bilmirlər. Məsələn, 2008-ci ildə ev qiymətlərinin sürətlə enməsi nəticəsində ev sahiblərinin borcları evin dəyərindən daha çox olmuşdu. Bu vəziyyət bir çox ev sahibini iflasa uğratmışdı. Bundan əlavə, hər il müsadirə olunmalı evlərin sayı artır və bir nöqtədə ciddi problemlərə səbəb ola bilər. Məsələn, 2025-ci ilin yanvarına olan məlumata əsasən, ciddi gecikmələri olan ənənəvi ipoteka ilə alınan evlərin ümumi sayı 269 min, FHA ilə alınan evlərin ümumi sayı isə 379 minə çatıb. FHA proqramındakı bu məziyyət ümumi əmlak bazarına necə təsir edə bilər? Yuxarıda verdiyim rəqəmlər çox ciddi səslənsə də, ümumi ipoteka bazarı ilə müqayisədə çox kiçik rəqəmlərdir. Məsələn, 2005-ci ilin yanvar ayında ənənəvi ipoteka foreclosure müraciətləri 30.816 olub. Bu isə 2024-cü ildə FHA proqramı çərçivəsində aylıq 4337 müsadirəyə uyğun evə nisbətən dəfələrlə böyükdür. Ümumiyyətlə, FHA ilə alınan evlərin illik sayı 750 min ətrafında dəyişir. Ancaq ənənəvi ipoteka ilə alınan evlərin sayı isə 2,6 milyon ətrafındadır. Xatırlatmaq istərdim ki, alınan evlərin hamısı ipoteka ilə alınmır. 2024-cü ildə FHA ilə alınan 766 min ev, ümumi 4,29 milyon evə nisbətdə sadəcə 17%dir. Ümumilikdə isə Birləşmiş Ştatlar əmlak bazarında FHA ilə alınan ipotekaların dəyəri çox cüzidir. Məsələn, FHA proqramı çərçivəsində saxlanılan ümumi ipotekaların həcmi 37,46 milyard, ancaq ümumi 1-4 mənzilli evlərin ipoteka bazarındakı çəkisi 13 trilyon 284 milyard dollardır. Bu isə FHA proqramının ümumi ipoteka bazarındakı çəkisinin təxminən 0,3% olduğunu göstərir. Bəs FHA sığorta fondunun gecikmələri ödəmək üçün yetəri qədər büdcəsi varmı? FHA-nin yaydığı son məlumata görə FHA sığorta fondu fonda qanunla müəyyən olunmuş 2%lik rezervdən dəfələrcə çox 11,47% büdcəyə sahibdir ki, bu da istənilən problemin qarşısını almağa kömək edə bilər. Bunu dollarla ifadə etsək, gecikmələrin təxmini məbləği 1,5 milyard dollardır. Rezervdə isə təxmini 4,3 milyard dollar pul var. Təkcə 2020-2024-cü ilin sonuna qədər FHA 1,7 milyon ev sahibinin evlərini qorumağına kömək edib. Bu insanların 77%-i uğurlu şəkildə öz maddi güclərini geri qazanıb, 30%-i isə borclarını tamamilə ödəyib. Ənənəvi ipoteka proqramlarından fərqli olaraq FHA insanların daha da güclənməsinə, minimal ilkin ödənişlə sərvət sahibi olmasına və yıxıldıqları zaman ayağa qalxmaqlarına xidmət göstərən, çox az sayda uğurlu şəkildə işləyən dövlət proqramıdır. Bu proqram haqqında suallarınız varsa, videonun altında yazmağı unutmayın. Bu günlük məndən bu qədər. Çalışın, salamat qalın.